Yalandan and içmək, bu nədir? İnsanın mənəviyyatının ölməsidir. O çoxdan ölür. Şəxsiyyətini itirmiş adamdır. Şəxsiyyət bilirsiniz nədir? Şəxsiyyət olmalıdır insan. Bilirsiniz nətərdir? Beyində hər nə desən onun mərkəzi var. Yalan danışma mərkəzi, doğru danışma mərkəzi, musiqi mərkəzi, nə bilim coğrafiya mərkəzi, tarix mərkəzi, matematika mərkəzi, nə bilim nələr. Nə desən mərkəzlər var orada beyində. Assosiativ mərkəzlərdir bunlar. Çox vacibdir. Gəlin beynimizin yalan danışma mərkəzinə müraciət edək. Görək orada nə var, nə yox. Yalanla sevirik. Yalanla evlənir. Nədən sevirik yalanla? Bu filan kəsin qızıdır, onun dədəsinin pulu var, alaq oldu uşağımıza. Elçi gedir. Ay kişi, hamısı deyir, boylu puxunlu, qəşəng, gözləri, qaşları. Heç deyən yoxdur, bunun ağlı var mı, yox mu? Heç soruşan var mı sən canım? Qızın ağlı var mı? Soruşan yoxdur. Soruşan yoxdur. Yoxdur. Rəşid müəllim, indi hardan tapılsın? Boylu, buxunlu, gözəl və eyni zamanda ağıllı. Bu soruşulmalıdır. Amma bizdə boya puxuna fikir verirlər. Formaya fikir verirlər. İnsanlar düz anlamalıdırlar ki, yalan danışmaq olmaz. Yalan danışan qızın dili kəsilməlidir. Yalan danışan kişi hesab olunmamalıdır. Bəli, kişi hesab olunmamalıdır. Kişi sözünlə, o Düma gəlib buradan keçəndə bilirsiniz ki, Qafqazlıların sözləri qanun dolarla heç vaxt müqavilə bağlama. Müqavilə bağlamaq lazım deyil onlarla. Söz verdi, kişidirlər onların sözünə düz çıxacaqlar. Söz verib yerinə yetirməmək. Bəs bu nədir? O adam mən kişi hesab eləmirəm.